Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı ətrafı kənd və qəsəbələrdə xüsusilə gənclər arasında işsizliyi azaltmaq üçün tədbirlərə start verib. Bu sıradan ilk əmək yarmarkası Nardaran qəsəbəsində baş tutub. Nazir Səlim Müslümovun şəxsən iştirak etdiyi yarmarkada 215 vakant yer təklif olunub. Əmək yarmarkaları yaxın vaxtlarda digər qəsəbələrdə də davam etdiriləcək. Nardaran qəsəbəsində də gənclər arasında müəyyən qədər işsizlik səviyyəsi yuxarıdır. Ona görə də bu seriyadan olan ilk tədbirin bu qəsəbədə keçirilməsini qərara aldıq və hazırda gördüyünüz kimi çox aktiv şəkildə bu proses davam eləyir və biz 270'e yaxın işə götürən tərəfindən təqdim olunmuş iş yerlərinə Nardaran qəsəbə sakinlərinin istəkləri üzərinə və ixtisasları üzərinə qoyulan tələbə cavab verməkləri dərəcəsinə görə göndərişlər veririk və elə düşünürəm ki, bu qəsəbənin xeyli sayda sakini bugünkü mini əmək yarmarkasının üstünlüklərindən faydalanıb iş yeri tapa biləcək.